xeyir olsun gənclər. Söhbət puldan gedən videolarımıza qaldığımız yerdən davam edirik. Bugün sizə telefonla pul qazana biləcəyiniz yeni istifadəyə verilən bir mining saytını göstərəcəm. Saytdan istifadə etmək asandır. Gündəlik 1-2 dəqiqə vaxtınızı alır pul qazanmaq və çıxarış etmək. Yəni bütün sistemlər sadə işləyir. Və buradan pul qazanandan sonra Binance və yaxud digər borsalarda çıxarış edə bilərsiniz. İndi mən videomuzun daxilində Binance-a çıxarış edirəm. Siz bütün ödəmə sübutlarına görəsiniz və sonra saytdan rahatlıqla istifadə edə bilərsiniz. Burada əsas məntiq miningə bənzər, yəni faizdən pulunuzu geri verir. Göstərəcəm onun hamısını. Əvvəlcə sizə bunu qeyd edeyim ki, bu tip saytlarda fərqi yoxdur mining və yaxud yatırım olan sistemlərdə. Hər zaman risk var. Yəni risk deyəndə ola bilər siz məsələn yatırım eləyərsiniz, 1 ay, 2 ay və yaxud daha uzun müddət buradan pul qazanarsınız. Ola da bilər tam tərsi. Yatırım eləyərsiniz, sayt bir günə bağlanır. Yəni belə şeyləri nəzərə alın, ondan sonra istifadə edin bu tip saytları. Deməli burada baxın, indi mənim profilimdə $100 var, balansım görürsünüz hal-hazırda. Və buna uyğun mənə gündəlik pul verirlər. Gəlin burada göstərim sizə. Sol altdan ikinci bölmə. Deməli bura gələndə bizə özü də göstərir nə qədər qazanmaq mümkündür. Baxın burada deyir ki, $10 və yaxud daha çox yatırım elə, yəni 15 də qoya bilərsiniz, 17, 18, 25 fərqi yoxdur. Tək ondan çox olsun. Bu miqdarda yatırım eləyəndə sizə gündəlik 30% verirlər. Misal üçün, $20 vursanız, gündəlik 30% geri alırsınız və bu da eləyir, $20 qarşılığında gündəlik $6 pul qazanmış olursunuz. Və yaxud $30-dan çox yatırım eləsəz, məsələn $40. Artıq burada faiz çoxalır. 33.33 olur. Yəni belə başa düşmək olar ki, yatırım elədiyiniz məbləği ortalama 3 gün ərzində geri qazanırsınız. Artıq 3 gündən sonra nə qazansa sizin xeyrinizə çevrilir. Hal-hazırda məndə olan, baxın budur. $100 balansımda pul var. 31% verir. Deməli $100 görə də təxminən eləyir $31 belə deyək. Burada pulun miqdarı artdıqca, baxın aşağılarda görəsiniz özünüz. Yəni faiz gah artır, azalır. Yəni belə dəyişik bir sistem var da. Ona görə də məncə $40, $50 falan yatırım eləmək normaldır. Gəlib burada məsələn VIP 8 falan var, burada 10.000, nə bilim 5.000 yatırım. Belə böyük pullar mənasızdır. Ona görə yatırım eləsəz, belə $50, $100 bu məbləğlərdə eləyin. Da durub son pulunuzu qoymayın bu tip saytlara. Məncə başa düşə bildik. Bunu istifadə etmək üçün təbii ki, birinci biz balansımızı artırmalıyıq. Gəlirik deməli burada ana səhifədə. Recharge deyə bir bölmə var. Gəlirik bura. Burada sizə verilən fərqli yatırım üsullarından istifadə edə bilərsiniz. Həm TRC20 var, həm BP20, Tron, BNB kimi. Artıq yatırım eləməyi məncə bilirsiniz. Bilməyənlər də bizim Telegram kanalımıza keçib öyrənə bilərlər. Yəni hər hansısa bir sıxıntı yoxdur məncə. Normal hamısı görsənir burada. Sizə verilən adresə yatırım eləyirsiniz və yatırım eləyəndən də sonra Recharge Complete bölməsində klik eləyirsiniz ki, pul təsdiq olsun, köçsün balansa. Belə yəni sadə şeylərdir. Həm coin kimi, həm də TRC20 və yaxud BP20 USDT şəklində yatırım eləyə bilərsiniz. Tutaq ki, yatırım elədiniz, pul gəldi balansınıza, sonra nə eləməlisiniz? Gəlirsiniz bura. Burada gündə bir dəfə, yəni 24 saatdan bir, baxın burada, vaxtı göstərir. Bir dənə Bitcoin işarəsinə vurursunuz. Mən vurdum, başladı. 5-10 saniyə ərzində bizim pulumuzu verirlər. Baxın, ekranda bu fırlanır və bizim gündəlik qazancımızı hesablayırlar. Artıq bitmək üzrədir yəqin ki. Aha. Görürsünüz, $31 pul verdilər mənə. İndi mən bunu bitirirəm. Dünənlərin bunu almamışam deyə məndə 3 saat var. Amma sizdə normalda 24 saatdan sonra olasıdır bu. Başa düşə bildiniz, gündə bir dəfə girib bura start deyirsiniz və pulunuzu verirlər avtomatik. Daha sonra görürsünüz, burada balansım çoxaldı. Yatırım etdiyim məbləğ kilitli qalır. Amma gündəlik qazancımı çıxarış edə bilirəm mən. Withdraw bölməsinə gəlirik. Bura yazıram 31. Bura isə adresim lazımdır və ən sona da şifrəm. İndi belə bir şey var. Gedək biz birinci Binance-dan adresimizi götürək.
Burada depozit deməliyəm. USDT və B primi. Çünki saytda məndən tələb olunan adres B primidir. B primini də yapışdırıram bura. Buraya isə şifrəmi qeyd edirəm. Şifrəmi də yazandan sonra confirm deyib tamamlayıram. Əla, pulumu göndərdilər. Təxminən 1-2 dəqiqəyə pullar gələr. Ona kimi mən sizə burada başqa bölmələri də izah edeyim. Burada deməli, servis var. Customer service. Telegramda. Giriş edirik Telegrama. Olar ki, saytda bir problem yaranlar, şifrənizi unudarsınız və yaxud hər hansı bir şey, bu zaman müştəri dəstəyinə yaza bilərsiniz. Bunların Telegram müştəri dəstəyi, görürsünüz. Bundan başqa isə bizim qazancımızı artıran başqa bir bölmə. Baxın, burada tim var. Nəlik məndə yoxdur, ona görə referansları göstərim. Deməli, burada bizim referans linkimiz var, referans kodumuz var. Baxın, bunlar. Biz bu məlumatları paylaşsaq kimlənsə, məsələn, Facebook qruplarında paylaşa bilərsiniz, Telegram kanallarında paylaşa bilərsiniz. Kimsə sizin linkinizdən qeydiyyatdan keçən zaman sizin referansınız olur. Və həmin referansını sayta yatırım eləyəndə sayt sizə bonus verir. Referanslar da bu cürdür. Artıq bizim pulumuz da köçdü Binance'a. Deməli, 31 dollar çıxarmışdıq. 61 sent, 62 sent komissiya çıxdı və ən son gələn ödəmə 30 dollar 38 sent. Yəni, çıxarış elədik. Hər hansısa bir problem yoxdur. Sayt normal hələ ki işləyir, ödəmə eləyir yeni saytda onsuz da. Yəni, nə qədər işləyər, nə qədər davamlı olar, onu təbii ki heç kim deyə bilməz. Ona görə bu tip saytları istifadə eləmədən əvvəl riskləri gözə alın, sonra istifadə edin. Başqa da bir şey yoxdur məncə göstərməyə. Çox da sizin vaxtınızı almayaq. Əgər referanslarınız olsa, burada tim bölməsinə görsənir. Yəni də sıfırdır. Burada agent cooperation var. Yəni necə belə deyək, bunların agenti olub daha çox pul qazana bilərsiniz. Referanslarla falan bunlardan bəhs eləyirlər. Sizə lazım olsa bu məlumatlara da baxa bilərsiniz. Belə gənclər, videomuz buydu. İzlədiyiniz üçün təşəkkürlər.